Herkesten var gözesiz. Yine bir cümleden bir getirəm. Lanet olsun. Herkese selam. Videomuza, vlogumuza hoş geldiniz. Bugün hava qəşəngdir. Hə, onda var. Fidanın dərs zamanıdır. Fidanın dərs aparırıq. Anam da bizləndir. Anam otpuskadadır, bilirsiniz. Yəni məzuniyyətdədir. İşte elə dedim hava yaxşıdır, gəl sən də çıxaq biraz mağazalar falan gəzərik. Fidanı qoyarıq, Ailişi də götürüb qayıdarıq evə. Evə qayıdandan sonra işlərim var. Hava yaxşıdır ama yüngüz külək var da. Salam, necəsən? Sağ ol, yaxşıyam. Bağlayıb baxın ki, deyirəm isti küləkdir, bağlama, aç hava dəsin, deyir, yox, soyuqdur. Sən məni az paltar qoydun, geyinim. Belə gedirik. Deyir məni çək. Dəniz çəkilmək istəmir. O məsələn çəkəndə artıq deyir ki, yox çəkməm, hani istəmirəm. Amma Fidanla Aylində hələ elə bir şey yoxdur. Ayliş vəbşəm uşaqdır. Onun üçün fərqi yox. Belə. Bugün cümə günüdür. 5-ci gündür. Cüməniz mübarək olsun hamınızın. Burada binaların içi var, içidir. Ona görə külək həmişə çox olur. Bir daha deyirəm. Cüməniz mübarək olsun. Sabahlarınız xoş açılsın. Günləriniz aydın olsun. Ruzli, bərəkətli olsun. Yavaş yıxlarsan. Yavaş yavaş gedək. Fidanı göndərmişəm. Zor mağazadan koruma almağa, üzünü koruma az qalıb. Altı bazar olanda ucu. Çox muruq deyəni. Gəlişinə bax. Gəlir. Tez gəl. Aldı. Hemen korumdan oldu. Ay pasta. Bakın. Ama çok şirindi. Orada dur. Gəldik, çatdıq evə. Yorulduq. Elə bu dəqiqə girmişik içəri. Aylin orada dalaşır şeylə. Nədir o jelibonla. Çoxdan da almırdım. Artıq çox istəyirdi. İstədi. Ona görə aldım. Deməli, bugün də qısa nə almadıq, elə hərəsin bir diyardan. Bir dənə belə böyük diş pastası almışıq. Daha sonra bir dənə belə simiçka, 2 dənə çörək, 10 dənə yumurta, 4-5 dənə kofe. Bunlar, ay bala yavaş. Ondan sonra nə idi? Bu heç... Bu halva konfetidir. Çoxdan da axtarırdıq, amma az aldıq. Harca 1 manat 70 qəpikdir ki, görək biz istəyən kofedir. Bu Aylinin abur cuburu. Belə 2 kilo alma, qəşəng sarı almalar. Baxın, qəşəng sarı alma. Oradadır. Zuziyə 2 paçka belə darling. Ondan sonra korum. Daha sonra bir dənə belə yağ, hamısı qarışıqdır bir-birinin içine. Sonra bir dənə belə yağ. Ondan sonra 1 kilo ciyər, bir dənə toyuq. Ətdəki, indi gətirim təmizləyim, onu da göstərərəm. Belə. Amma malıq belə qəşəng ət.
Onu indi doğrayım dedim. Qoy təmizləyim. Bu biraz sümüklü olanıdır. Bu tikəli. Qablarımı da gətirdim. Doğrayım, təmizləyim. Ətdə çəkilməlini ayırım. İşim çoxdur. Birinci bunu belə çıxartdım. Bunu tamam ayırım. Sırf çəkilməlikdir də. Bu dətidir, yəni tikədir. Bıçağımı çəkməliyim. Ətlərimi doğradım, qutardım. Deməli, bunu çəkiləsidir. Bunu çəkəcəm. Qəşəng yum. Maşında çəkəcəm. Bu da deməli bunu yoldaşıma işə bişirəcəm. Bunu da tikə saxlayıram. Bir də mamam qoydu çölə. Axşama az qalıb yeməyə bişməyinə çatsın deyənə qoydu çölə. Bozbaşlıq ətlər qoy gedim onu da göstərim. Deyib bunu da göstərim sizə. Baxın, bir qazanda belə yuduq. Qoyduq ki, bunu da axşama pörtlənsin. Bozbaş bişirəcəm sümüklü. Sümüklü ət. Belə bişsin. Gedim indi bu işləri yuyum çəkim. Ətlərimi də çəkdim. Bəzən kamera ilə edə bilmirəm, çünki onda işimin az hissəsini görə bilirəm. Belə sabah günorta üçün küftəciklər etdim. 3, 6, 9, 10, 11, 12, 13 dənə küftəcik etdim. Günortaya belə 3 dənə də 1, 2, biri də altda 3. 3 dənə də alındı məndə. Çəkili ət alındı. Onları da indi qoyuram buzlamaya. Belə. Ət təmizləmək, çəkmək ən çətin işdir. Belə yığdım hamısını xaladenka, üst sıra hamısı balıqdır. Ona görə alta yığdım ətləri. Baxın burada, bu da tikə ət saxlamışam, odur. Küftələrimi də qoydum bura, qalsın, bişirəcəm. Biraz tutsun, üzünə sonra bir dənə fərqə eləyərəm. Yəni paketdə salaram. Qapının üstündə də az ərzaq olanlardır, yəni az əti olanlar. Belə. Yemeği falan bişirdim, yedik, içdik, yaxşı. İndi bir balaca süt qoymuşam. 1 litr idi. İsinsin, pişmiş sütü isinsin, Aylinə verəcəm. İçsin biraz uşaqlar, ümumiyyətlə üçünə də yumşatsın boğazları. Aylin elə biraz boğaz ağrıyır. İsinsin. Verim içsinlər, sonum, günün sonu olsun. Daha sonra qoyum yerlərinə yatsınlar. Düzdür, sabah dərs yoxdur. Amma yenə də, həftə sonudur, amma yenə də. Bugünün də son videosu olsun. Sağ olun. Son kadrı daha doğrusu. Sağ olun, növbəti videolarda, vloglarda görüşənədək. Hələlik.